Salam, hər vaxtınız xeyir olsun. Biz yenə də radiatorun qoşulması barədə sizlərə açıq məlumat verəcəyik. Yəni bildiyiniz kimi radiatorlar bir diagonal qoşulma var, 3 cür. Bir tərəfdən üstdən girir, bir tərəfdən altdan isə dönüş xəttidir. Var bir tərəfdən, hansı ki bizdə üstdən girib altdan çıxırdı bir tərəfdən. Var hər ikisi alt qoşulma. Burada bunun heç biri səhv deyil, onu vurgulayım ki. Yəni radiatorda hardan girir, o biri tərəfdən də dönüşü qoşuruq, bu belə devr edir. Bizə lazımdır ki, radiatorun 100% qızması necə qoşulanda əldə edə bilərik. Mən onu da vurgulayım ki, adətən deyirlər belə qoşulma, belə falan. Onu da deyim ki, bir çox evdə radiatorlar var, söhbət ondan gedir. Məsələn, 12 dənə radiator var, 15 radiator var. Bu kombi ötürdüyü su 15 yerə bölünüb, radiatora az su daxil olur deyə söhbət ondan gedir. Əlbəttə ki, bütün radiatorları bağlayaq, cəmi bir dənə ya 2 dənə radiator açaq. Nə cür qoşulsun, o radiator sinəcəkdir. Çünki gür su radiatora daxil olacaq, qaynar su. O da istər-istəməz hər yanı sinəcəkdir. Lazımdır ki, kombi ötürdüyü su 12 yerə bölünür, hər radiatora az miqdarda su daxil olur. Söhbət ondan gedir ki, həmən vaxtı radiatordan necə istifadə ala bilirik. Mən tam dəqiq deyirəm, ev sahibi də buradadır, indi mən dəvət edəcəm. Nə varsa, həqiqətən, yəni onu deyəcəkdir. Və onu vurgulayım ki, bax burada gördüyünüz kimi, radiator əvvəlcə bir tərəfdən alt-üst qoşulmuşdu. Ev sahibi bizi dəvət elədi. Biz də əlbəttə ki, burada haqqımızı alıb bu işi görürük. Yəni bunu təmənnasız etmirik ki. Bu da əlbəttə ki, nəticə verməsə, ev sahibi də bizim haqqımızı verməz ki, çünki bu nəticəni əldə edə bilmədiyi caizdə, belə deyər. Yəni kimsə deyil ki, bu nəticə düzəlməyə bizə pul verər. Burada nədir məsələn? Əvvəlcə radiatora üstündən daxil olurdu, bax gördüyünüz kimi. Üstündən daxil olurdu isti su və isti su yüngüldür deyə bilirsiniz ki, yuxarı qalxır. Üstündən daxil olurdu və dönüş xətti bu aşağıdan çəkir deyə bu qədər yerə qədər gedə bilir ki, buradan çəkir, bu qədər hissəsi qızır, amma siz üstünə baxırsınız ki, istidir. Amma bu tərəf alta baxsaz görərsiniz ki, istilik yoxdur. Ona görə ki, biz bu radiatoru evə təyin edəndə kubla hesablayırıq. Yəni 4 kub yarıma bir seksiya radiator qoyulur, yəni qışda 24-22 dərəcə istilik temperaturu evdə almaq üçün. Bu da belədir ki, bizdə də bu radiatorların seksiyalarının hər birinin ortasından su kanalı var ki, orada su ya qalxmalıdır, ya enməlidir. Su devr etməlidir ki, bu kanal aktiv olub, bu kubuna görə evi qızdıra bilsin. Və burada da eyni olaraq, bax biz burada qoşulmanı dəyişmişik, üstdən girib altından qayıdır. Radiatorun yarı hissəsi bu seksiyaların altında istilik yoxdur. Yoxdur demək onu xəbər verir ki, devriyə seksiyalarda yoxdur. Bu da kuba görə evi normal isitmir. Yəni bu fakt belədir. Bunu mən nə spor üçün, nə kimisə gördüyü işə nöqsan tapmıram. Yəni 90% demək olar ki, yəni bu cür çəkilir radiatorlar. Yəni bu ölçüsü 50 santidən qoyulub. Ara məsafəsi bu cür çəkilir evlərdə. Yəni belə görüblər, belə də davam edirlər. Biz bunun yüksək nəticə necə qoşsaq ala bilərik. Onu deyirəm, ən yaxşı qoşulma hər ikisi alt qoşulmalıdır. Bax, indi bizdə hal-hazırda radiatorun altı da üstü kimi. Radiatora indi əvvəl buradan daxil olurdu, bir daha vurgulayıram. Bu hissədən də qayıdırdı. Bu qədər seksiya istilik verirdi evə. Amma indi bu 12 seksiyanın hər biri evə istilik verir. İndi inşallah ev sahibi də nəticəni görəcəkdir. Və burada bildiyiniz kimi indi radiatora su daxil olur.
və isti su yüngüldür deyə bunu hər birimiz bilirik. Yuxarı qalxır, meyillidir ki, yuxarı qalxsın. Daxil olduqda çox faizli yuxarı qalxır, azala bu 5-6 seksiya qədər gəlir ki, yuxarı qalxır. Və indi oradan dönüş xətti çəkdiyi üçün buradan enə gəlib çox faizli dirənir deyə buradan enib qayıdır. Bu da seksiyaların hər birində su devrəyə olunur deyə, bu da aktiv olub evi tam normal qızdırır. Bu həqiqətən də belədir. Bunun yəni kim deyirsə də bu yanlışdır, düz deyil. Mən istəyərəm ki, mənim səhifəmdə videoların altında əlaqə nömrəsi var. Mənlə əlaqə saxlasın. Mən bunu sübut olaraq hər gün bu işlə məşğulum. Gedək evin birində əvvəlcə kodlayacağım, kombin işə salacağım. Baxaq nəticəsinə, sonra mən onu dəyişəndən sonra nəticəsinə baxaq. Yəni bu fakt belədir. Bunu yəni soyudulmuş su enir həmişə aşağıdan qayıdır kombi. Bu dəqiqliklə belədir. Xahiş edirəm qardaş, siz də bilindi. Dediniz ki, nə var onu deyəcəm, nəticəni. Buyurub gələsiz, bir radiatora baxasınız, altı üstü. Mən sizə söz vermişdim ki, siz yəni bunu 100% altı üstü siz istəyən nəticəni mən təhvil verəcəm. Siz də dediniz ki, böyük məmnuniyyətlə gəlin, edin, mən də nə var onu deyəcəm, düzdürmü? İndi zəhmət olmasa bir dənə bir sizdə nə var onu deyin. Yəni. Hörmətli tamaşaçılar, deməli mən Mehman Ustanı bir 10 gün, 15 gün izlədim, səhifədə izlədim, araşdırdım və dünənlərim usta ilə əlaqə saxladım. Əlaqə saxladım, problem haqqında tam məlumat verdim. Dedi, qardaş, mən gəlib bunu hər ikisinə altdan qoşulma verəcəm. Bu problem həll olunacaqdır. Yəni radiatorun bütün yuxarı hissəsi də, aşağı hissəsi də hamısı isinəcəkdir. Yəni şərtimiz də bu oldu. Yəni birinci dəfədir Mehman Ustanı görürəm. Əvvəllər tanımamışam. Qiyabi tanımışam, bu gün əyani tanış olduq və işin də nəticəsi göz qabağındadır. Artıq radiatorlar, yəni hamısı, bütün radiatorlar 100% isinir. Yəni bunun üstü nə cür isinibsə, alt hissəsi də o şəkildə isinir. Yəni mən yəni həqiqət nədirsə onu deyirik. Yəni burada Mehman Usta ilə mənim heç bir tanışlığım yox idi. Bura şəxsi mənim öz evimdir. Burada mən neçə vaxtı bu vəziyyəti çəkirdim. Hava yerə qaz işlənirdi, xərcləri artırdı, evdə də bir istilik yox idi, nəticə yox idi. İndi Allaha şükür bu problem aradan qalxdı, həll olundu. Bəli, dediyi kimi də sözünə cavabdeh oldu. Bütün problemi həll elədi. Əməl elədi. Allah canını sağ eləsin. Çox sağ ol usta. Təşəkkür edirəm. Xeyirli uğurlu olsun. Amin. Allah xeyir versin qardaş. Allah sizdən də razı olsun. Həqiqətən gözəl insansınız. Xoş münasibətinizə görə Allah razı olsun. Yəni həqiqət budur. Bəzən deyərlər ki, belə usta ev sahibinə deyir ki, məni itərib. Mən həyatı boyu ev sahibinə də dedim ki, qardaş, mən ona layiq deyiləmsə, yəni mənə yalanla evində nəticə nədirsə, göydə Allah yerdəsən, həqiqəti deyərsən. O da dedi, qardaş, başın var olsun, qardaş, sağ ol. Yəni bu belədir, əzizləyicilər. Ha üzünə də bunu müzakirə eləsək də, bu həqiqət budur. Yəni bu kimi problem kimdə olarsa bir tərəfdən alt üst. Yəni bilsin ki, o istiliyi normal ala bilməyəcəkdir. Yenə vurğulayıram. Evdə bir çox radiatorlar olan evlərdən gedir söhbət. Bir də vurğulayıram ki, bütün radiatoru bağlayaq, o gücü, o gür suyu bir dənə radiatora verək, onu nə cür qoşuruq qoşaq, onun hər yanı sinəcəkdir. Söhbət bir çox radiatorlardan gedir ki, yəni bu bölündüyündə kombi ötürdüyü su. Bir çox radiatorlara gəldikdə, yəni ki, bu hallar olur. Bu qədər Allah amanında qalın, qardaş, Allah xeyir versin. Kimə bu kimi işlər ehtiyac olarsa, bizim səhifədə əlaqə nömrəmiz var. Bizimlə əlaqə saxlaya bilərsiniz. Biz birbaşa gəlirik.
Yəni eyni qardaşdan danışdığımız kimi problemi tam kökündən həll edirik. Nəticəsinə siz özünüz baxırsınız, sonra haqqımızı alırıq. Biz gördüyümüz işə cavab deyil. Yəni bu sözü boş yerə demirik. Yəni hər biriniz bizi dəvət edə bilərsiniz ki, buyur, gəl, ay usta. Bizim evdə belə problem var, bunun həllini et. Biz də onun həllini edirik və etdiyimiz işə cavabdeh oluruq. Bu qədər. Allah amanda qalın.